Xarı bülbül. Azərbaycanın təbiət möcüzəsi. Azərbaycanın dilbər cuşəsi olan Qarabağın, xüsusilə də Şuşanın rəmzi sayılan elə bir çiçək var ki, o bütün dünyada tanınır. Bu çiçəyin adı xarı bülbüldür. Xarı bülbül adi bir bitki deyil. O, öz forması və gözəlliyi ilə hər kəsi heyrətləndirən nadir bir təbiət möcüzəsidir. Bu çiçəyi digərlərindən fərqləndirən əsas xüsusiyyət onun üzərindəki qeyri-adi təsvirdir. Əgər xarı bülbül çiçəyinə yaxından baxsanız, onun ləçəklərinin sanki havada uçan balaca bir bülbülə bənzədiyini görərsiniz. Çiçəyin ortasında sanki bir quş başı, yanında isə quşun qanadları var. Elə buna görə də xalqımız ona xarı bülbül adını verib. Xar sözü tikandan, bülbül isə quşdan gəlir. Yəni tikanlı bülbül mənasına gəlir. Xarı bülbül hər yerdə bitmir. O, çox nazlı və zərif bir çiçəkdir. Bu bitki ancaq dağlıq ərazilərdə, təmiz havada və xüsusi iqlimi olan yerlərdə yetişir. Şuşanın Cıdır düzü onun ən çox sevdiyi yerlərdən biridir. Xarı bülbülün özünə məxsus bir əfsanəsi də var. Deyirlər ki, bir vaxtlar bir bülbül bir gülə vurulubmuş. Lakin ovçular bülbülü vuranda o qanadları üzərində bir çiçəyin üzərinə düşüb. Və o gündən həmin çiçək bülbül şəklini alıb. Bu gün xarı bülbül təkcə gözəl bir çiçək deyil, həm də bizim qələbəmizin, milli birliyimizin və doğma torpağımıza bağlılığımızın rəmzidir. O bizə vətənimizin hər qarışının, hər çiçəyinin nə qədər qiymətli olduğunu xatırladır. Xarı bülbül qırmızı kitaba daxil edilib və qorunur. Bu o deməkdir ki, biz bu nadir gözəlliyi gələcək nəsillərə çatdırmaq üçün onu qorumalı və təbiəti sevməliyik.